Mən sizlərə bugün heç kim öyrətmədən, kəmdən-kəm yerlərdə aytıladan keksinin sırları bilan bölüşəmən. 3 tuxuma, 1 kasa şəkər, 1 piyala margarinini salıb, yaxşılab aralaşdırıb, izindən qaynaq-qana sütlə qoşub verəmiz. Yaxşılab aralaşdırıb, quruq masallıqlarımızı təyərləyimiz. Doğrusu mən onu primerna ölçəb saldım. Sizlərəm özləriz primerna ölçəb salsanız da boladı. Əgər quyuq bolsa azıraq süt, suyuq bolsa azıraq un qoşub massasını doğrulab alasınız. Bir yerdə un, kakao, razrıxlitel, vanilyan salıb yaxşılab aralaşdırdım. Təyala balqan quruq masallıqlarımızı, suyuq masallıqlarımızı aralaşdıramızdan bir xil massağa əkkəlincə yaxşılab aralaşdıramız. Mən az-azdan qoşdum. Lekin axırda mənim massam səl quyuq bo'lib ketgəni üçün azıraq süt qoşdum. Bir xil massağa gəlgəndən keyin yaxşılab aralaşdırıb 10 minut alıb qoyamız. Nəçün 10 minut alıb qoyamız desəzlər, razrıxlitel reaksiyaya girişədi. Kekslarımız zor çeşib çıxadı. Kəsəçələrimizni yağlab, bir çömüçdən massamızı salıb çıxamız idişlərimizə. 150-160 qradusda 40-45 minutda pişirib alamız. Pişkəninə gör çöp tıqıb görsəzlə boladı. Həmməyə rəhmət. Yenəm sizlərə bir kiçkinə eslatma. Heç qaçan razrıxlitelini suyuq masallıqlar bilan aralaşdırmaydılar. Peçimizni 150 qradusda 40 minut, 45 minutda pişirib alamız. Zor bo'lib pişib chiqadi. To'shni shu retseptda sizlar lekin.